Salam dəyərli şagirdlər. Qalata mat 1 çarpalama ayrıma test 8-dən davam edirik. Birinci suala baxaq. Birinci sualda bu nəyin mötərizə kubudur? Bu x sıxılsın y-in kubudur. Aşağıdakı nədir? X sıx y-in kvadratıdır. Kvadratla kub gedir, nə qalır? Al. Baxaq 5-ci suala. 5-ci sualda bizdən istəyir x kvadrat üstəgəl z kvadrat çıx 2y kvadrat. Baxın bu 2y kvadrat biraz məsələni pozur. Mən belə bir şey eləyəcəm. Deyəcəm bu y kvadratın bir dənəsini x-in yanına yazım, bir dənəsini z-in. 2 dənə mənfi y kvadrat elə bu eləyir də, düzdür? Bunu ayırsam, olacaq x çıx y vur x üstəgəl y. Bunu ayırsam, z çıx y vur z üstəgəl y. Bu aydındır. Deməli, x çıx y nə verib bizə? 5. Vur x üstəgəl y. Z minus y də verib 5. Vur z plus y. Z plus y-imizi 5 verir. Hə, z minus y qaldı. Z plus y yenə 5 yazıq, minus qaldı. Deməli, burada da 5 oldu, ortaq vuruq. 5-i çıxartdım, qaldı x üstəgəl y üstəgəl z çıx y. Aydındır. Y-lər getdi. Qaldı 5 vur x üstəgəl z. X üstəgəl z tapmaq üçün bunları alt-alta toplasan nə olar? Y-lər gedər. Elə x üstəgəl z olar oldu. Var 5 vurun. 50. Aydındır. 2-yə baxaq. İkinci sualda onun mötərizə yazı kürət çaşdırırsan, heç nə ehtiyac yoxdur. Bunları alt-alta toplasan, baxın, a kub, b kub, 3ab kvadrat və 3a kvadrat b. Bu elə a üstəgəl b-nin kubunun düsturudur. Elə deyil? Kubu. Bu da 27. 27 nəyin kubudur? Tutardı. 6-ya baxaq. 2x kvadrat 2x, y, x deyə qruplarını ayırsam, 12y kvadrata da yazıram 3y və 4y. Bizim qaydamız var idi. Nə idi? Çarpaz qrup toplayanda ortadakı alınmalıdır. Mən buna bir dənə mənfi yazsam. 2x-i 4y-yə vuranda nə olur? Bu da x-i də 3y-yə vuranda mənfi. 8-dən 3 çıxanda? 5. Çarpaz qrup topladım. Ortadakı alındı. Sonra qarşı-qarşıya qruplaşdırdıq. 2x çıx 3y, x üstəgəl 4y. Aydındır. Çarpaz yoxlayırıq, ortadakı alınır, qarşı-qarşıya qruplaşdırırıq. İndi bizə bunu 0 eləsək, alınır 2x bərabərdir 3y. Bunu 0 eləsək, x bərabərdir mənfi 4y. Hansı seçməliyəm? Sual əvvəlində şərt var ki, x y-yə vurana mənfi alınır. X y-yə vurana mənfi alınırsa, bunun biri müsbət olmalı, biri mənfi olmalıdır. İndi bu şərtə görə bunlar eyni işarədir. İkisi də müsbətdir ya da ikisi də mənfidir. Bunu seçməliyəm. Burada x bölü y istəyir. X-in yerə mənfi 4y yazsam. Y-ə böləndə alınır mənfi 4 E variantı. Aydındır. Keçdik 3-cü suala. 3-cü sualda bu elə x üstü 5 suallar fikir verir. X ilə başlayır. X azala getdi. Y-in qüvvətdə yoxdur. Y üstü 1, 2, Y üstü 3, Y üstü 4, Y üstü 5. Y də arta getdi. Bu x üstü 5 üstəgəl y üstü 5'in, daha doğrusu x üstəgəl y üstü 5'in düsturudur. Aydındır. İkisimiz də verib mənfi 4. İkisimiz də verib mənfi 4. Üstəgəl y üstü 5 bərabərdir mənfi 32. Mənfi 32 mənfi 2 üstü 5'dir. Deməli, mənfi 4 üstəgəl y mənfi 2 eləyir. Y də oldu 2. Başa düşdük? 7 sual. 7 sual yadınızda qalıb qaydası hidayət. Çox işləyişi belə sual. Bir dəfə başını 2016 götürdü, bir də. Yox, 2020 Əla. 2020 çıx 4, 2020 üstəgəl 4. Buna iki şeydən fikir verir, al. Ya buradakı ədədə bax, neçənin kvadratıdır? 16. 4 kvadrat. Düşünərsən ki, bunları 4-ünə göstərib. Ya da bu ikisinin ortasındakı ədədi tap, elə fikirləş. Bundan düşmək daha asandır. 16 4-ün kvadratıdır. Deməli, bunları elə yazmalıyım ki, bir dəfə çıx 4, bir dəfə üstəgəl 4 olsun. Aydındır. İndi bu düsturda axı, olur 2020'nin kvadratı, çıx 4-ün kvadratı, üstəgəl 16. Bu mənfi 16, bu da 16, bunlar getdi. Qaldı kök altda 2020'nin kvadratı, o zaman çıx 2020. Aydındır. 4-ə baxın. 4-cü sualda kubların fərqi verir. Kubların fərqini belə yazaq. Açıb yazaq da elə, heç bir fərqi yoxdur. A kub üstəgəl 3a kvadrat b, üstəgəl 3ab kvadrat, üstəgəl b kub. İndi baxın, bunun qabağında çıx var deyə işarələri dəyişəcəm. Çıx a kub. Normalda çıx 3a kvadrat b olur. Olacaq üstəgəl 3a kvadrat b.
Sıralamanı düz yazdıq. A kub çıx 3a kvadrat üstə gəl 3a kvadrat və çıx 3a kvadrat. Hə, bu oldu çıxılsın 3ab kvadrat. Çıx b kub olur, o da plus olur. Aydındır. Burada qaldı 3a kvadrat üstə gəl b kvadrat. Dələr getdi, a kublar getdi. Başqa? 3ab kvadratı getdi. Getdi. Geri qaldı 2 dənə b kub. 2b kub. Başqa nə qaldı? Bir də 3a kvadrat b. 2 dənədir. 6ab kvadrat. Ümid eləyək ki, burada ortaq bir şey olar. Yuxarıda ortaq olan nə var? 2b kvadratlar. Çıxardanda nə qalır? Bir dənə b qalır. Bir də 3a. Mən bunun hansınasa səhv şey atmışam. Burada bu gedirdi. Bu qalır. Bir də bu qalır. 6a kvadratı b. Ona görə səhv oldu. Burada da 2b nəyi çıxarda bilərəm? 2b-ni çıxarda bilərəm. Qalar b kvadrat, üstə gəl 3a kvadrat. 3a kvadrat. Bu da 3a kvadrat üstə gəl b kvadratla gedir. Qalır 2b. Aydındır. Hidayət. 8-ə baxın. 8-də 3 vur 5 nə olur? 15. 15 vur 17 üstə gəl 1. Bu hesablaya da bilərik. Bayaq Hidayətin dediyi kimi yaza bilərik. Bunlar bir nəyin kvadratıdır? 1-in. 16 çıx 1. 16 üstə gəl 1. Çalışın bu qaydanı bilin. Çünki indi bu asandır, amma yuxarıdakı hesaplamaq çətin idi. Bu da 16-ın kvadratı çıx 1-in kvadratı üstə gəl 1. 16 çıxır. 9-a baxaq. 9-cu sualda bu ifadə x üstə gəl nəyin kvadratına oxşuyur? 13-ə baxmayın. 4x-ə baxmayın. 2-nin. Bunu açsanlar nə alınır? X kvadrat, 4x və 4. 4-ə nə əlavə edeyim ki 13 olsun? 9. İndi bu kvadrat ən kiçik nə olar? 2. 0. 0. Kvadrat həmişə mötərizə kvadrat. İçində əgər kvadratik bir şey yoxdursa, ən kiçik 0 olur. Üstünə 9 gəldim, oldu 9. Aydındır. 13-ə baxaq. 13-də uşaqlar, bunları bir tərəfə keçirəm. X kvadrat, mənfi 1 bura keçir, olur, üstə gəl 3, bərabərli 4x. Bura qədər aydındır. İndi bunun hər tərəfini x-ə bölürəm. Alınır x plus 3 bölü x bərabərli 4. Hidayət deyəcək ki, niyə? De görüm Hidayət, niyə? Niyə Hidayət? Kvadratına oxşuyur. Hə, bunun kvadratını oxşadım deyə. Bunu x-ə bölmə səbəbim x kvadrat üstə gəl 9 bölü x kvadratı almalıdır. Ki bunun kvadratını aldı oxşasınlar. X üstə gəl 3 bölü x-in mötərizə kvadratını açanda nə alınır Raul? X kvadrat 6 9 bölü x kvadrat. İndi bu 4-də axı kvadratı nə oldu? 16. 6 çıxanda aydındır. Ona baxaq uşaqlar. Onda mənfini qabağa atıram. Yazıram x kvadrat. Üstə gəl 6x, üstə gəl 10. Bu aydındır. İndi bu mənfini boş verin. Bu nəyin kvadratına oxşadı? Plus 3-ün kvadrat. Bunu açanda nə alınır? X kvadratı plus 6. X plus 9. 10 alınması üçün nə etməliyəm? 1 gəlməliyəm. İndi baxın, bu ifadənin ən kiçik qiyməti 0. Üstünə 1 gələndə. Qabağında da mənfi var. Maksimum demək səbəbi odur ki, əgər bu ifadə minimum alsa, qabağına mənfi atımda olacaq maksimum qiyməti. 14. Gəl bunu yenə belə eləyək. X kvadrat üstə gəl 1, 5x-i keçirəm o tərəfə, sonra hər tərəfi bölürəm x-ə. Alınır x plus 1 bölü x bərabərdir 5. Aydındır. Gör nə qəşəng olur? 5-in kvadratı 25. 11-ə baxaq. 11-də uşaqlar, bu x olmağı bizi çaşdırmasın. Nə 2-yə vuranda 1 alınır? Nə 2-yə vuranda 1 alınır? 2-də 1. Yəni bu x üstə gəl 2-də 1-in kvadratı olsa, bir-birinə vuranda, bir də 2-yə vuranda x alınır da, düzdür? Yaxşı, bunu atsanda nə alınır? X kvadratı plus 1 bölü 4. Aha, plus x. Yaxşı, şimdi 1 bölü 4 alınır da, amma bizdə nə var? 2 var. 2-dən 1 bölü 4-ü çıxsam hidayət nə alınır? 7 bölü 4. 7 bölü 4. Deməli, mən buna əlavə bir dənə 7 bölü 4 gəlməliyəm ki, 2 eləsin. Aydındır? Bayaq dedim ki, bu 0 üstünə 7 bölü 4. Gəldik 15-ə.
15 bayaqdan yazdığımız sualların biraz daha maraqlı variantıdır. Fikir verin uşaqlar. Bu kvadratı bu eləyir də, düzdür? Amma burada A plus 3-ün kvadratdır, A deyil. O biraz başarılı soru. Ona görə mən yuxarının hər tərəfinə 3 əlavə edirəm. Yuxarıdakı misalı 3 əlavə edirəm. 3 əlavə eləsəm belə olacaq. 5 bəli. İndi bu mötərizə kvadratını alım. Hidayət buraya da aydındır. Hər tərəfi 3 əlavə elədim ki, bunun kvadratı buna oxşuyur, o eynidir. Bu oxşamır. Yaxşı. Bu indi belə düşün. Bu 1 ədəddir, bu 2-ci ədəddir. Burada alınır A plus 3-ün kvadratı. Sonra bunlar bir-birinə vuranda A plus 3-lər gedir. Qalır 2 dəfə 4, 8. Bir də ikincinin kvadratı 16 böl A plus 3-ün kvadratı. Bərabərində 64. Aydındır. 64-dən 8-i çıxıram. 56. 13. Mənfi 1 atıram x kvadratın yanına. Burada 3x'i atıram bu tərəfə. Sonra hər tərəfi nəyə bölürəm? X-ə bölürəm. X plus 1 bərabərdir 3-ə. 1 bölü x. X plus 1 bölü x. Bərabərdir 3-ə. Kvadratını alıram. Olur x kvadrat. Üstəyər 2. Üstəyər 1 bölü x kvadrat bərabərdir 9. 2 çıxıram 7. Aydındır. İndi 16-cı sualda Hidayət. Fikir verək. Raul. Bu bunun kvadratıdır. Amma bu A plus 5'dir. Neyim ki A plus 3 alınsın? Hər tərəfdən 2 çıxaq. Hər tərəfdən 2 çıxıram. Olur A plus 3. 2 böl A plus 3. Bərabərdir 3. Buna kvadratını alsam. Olacaq A plus 3'ün kvadratı. 4 böl A plus 3'ün kvadratı. Və bir dənə də 4. Düzdür? Bərabərdir 9. 9'dan 4'ü çıxsa. Bura oldu 5, yəni E variantı. Aydın uşaqlar. Bu da teslim edərsiniz son sualı idi.